Salam mənim əzizlərim, davam edirik balıq burcu ilə. Mart sənin ayındır. Bu ay başlanğıc, yenilənmə, özün üçün yeni bir səhifə aça biləcəyin bir aydır. Çox şey hiss edəcəksən, amma hər hissədə reaksiya verməməlisən. Sakinliyini bu ay qorumalısan. 1-2 Mart həssaslıq çox yüksəkdir. Keçmiş xatirələr, köhnə insanlar yadıma düşə bilər. Yorğunluq, emosional dalğalanma mümkündür, amma siz bunların hamısının öhdəsindən gələn bilərsiniz. Özünü qorumaq vacibdir. Hər kəsə enerji vermə, özünüzü çox müdrik apara bilərsiniz. 3 Mart dolunayı. Şəxsi münasibətlər, tərəfdaşlıqla bağlı mövzularda aydınlaşma, sağalma dönəmidir. Bir münasibət ya ciddiləşir, ya da bitir. Qarşı tərəfin gerçək niyyəti artıq üzə çıxır. Bu dolunay sənə həqiqəti göstərir, gizlətmir, səni sanki sağaldır. 4-18 Mart. Daxili təmizlənmə dövrüdür. Artıq yetişib deyirsiniz, vaxtı yetişib. Özünlə bağlı qərarları formalaşdıra bilərsiniz. Köhnə qorxular, şüuraltı mövzular gündəmə gələ bilər. Tək qalmaq ehtiyacı normaldır. 19 Mart yeni ayı. Sənin yeni ayında şəxsi yenilənmə, yeni niyyətlər, yeni dostluqlar, yeni əməkdaşlıqlar, yeni mənlik, görünüş, həyat tərzi qərarlarda dəyişiklik gözləyir. Bu tarixdən sonra mən nə istəyirəm, kimlə olmaq istəyirəm, kimlə yola davam etmək istəyirəm sualına cavab tapırsınız. 20 Martdan sonra maddi mövzular ön plana çıxır. Artıq ayılmışam, oyanmışam mərhələsidir sizin üçün. Öz dəyərini daha çox hiss edirsən, daha real, praktik düşünməyə başlayırsan və ay sonu daha hər şey sizin üçün aydın və toparlanmış olacaq. Sevgi məsələlərinə baxaq. 1-10 Mart. Keçmiş sevgi mövzuları aktivdir. Qarşı tərəf səni düşünür, amma addım gecikir. Böyük ehtimal işə və yaxud da pul məsələlərinə başı qarışır. 3 Mart dolunayı. Münasibətlərdə güzgü effektidir. Ya dərin bağ, ya da kəskin ayrılıq göstərir. 3 Mart dolunayına ehtiyatlı olun. 19 Martdan sonra sevgidə. Yeni sevgi enerjisi, suvay balıqlar üçün güclü tanışlıq da ola bilər. Bollluq, bərəkət gözləyir. Mövcud əgər münasibət varsa, həmin o münasibətlərdə yenilənmə, xoş addımlar ola bilər. Pul məsələlərinə baxaq. 1-9 Mart. Pul gəlir, amma tez də gedə bilər. Lazımsız xərclərə diqqət eləyin. Özünüzü bu dönəmdə daha rahat hiss edirsiniz. 10-18 Mart sizi yora bilər. Bu keçmişdə hər hansı bir səhvləriniz olubsa, o geri dönüş ola bilər və yaxud da keçmişdə unutduğunuz bir borcunuz olubsa, o sizdən istənilə bilər. Gözlənilməz maddi dəstək də keçmişdən gələ bilər. Yəni arxa plandan gələn pullar ola bilər sizin üçün. 22-30 Mart. Mükafatlanırsınız. Sanki maddi sabitliyiniz başlayır. Hər şey yerinə oturur. Sanki əvvəlki huzurlu dönəminizə qayıdırsınız. Özünüzə yatırım üçün də çox uyğun bir vaxtdır. Mart mesajı balıqlar üçün. Yeni başlanğıc. Bu kart mesaj verir ki sizə özünü seç, qalan hər şey yerini tapacaq. Yeni başlanğıclara açıqsınız. Bu ay sizin ayınızdır. Yeni başlanğıclar üçün çox açıqdır. Amma bu yeni başlanğıclar sizi incitmədən olacaq. Bu qədər mənim əzizlərim. Video sizə toxunduza bəyənməyi və paylaşmağı unutmayın.